Salam uşaqlar, rasional ifadələrin izahına başlayaq. Hansı ifadənin qiyməti mənfidir? Bunu bilmək üçün birinci bunları hamısını məsələn eyni əsasa gətirmək lazımdır. Məsələn 6 üstü 10 çıxılsın 36 üstü 4-dürsə, 6 üstü 10 olduğu kimi saxlayıram. 36-nın 6-nın kvadratının üstü 4 yazırıq. Bu da 6 üstü 10 çıxılsın 6 üstü 8. Böyükdən kiçiyə çıxdığımız 6 üstü 10, 6 üstü 8-dən böyük olduğu üçün bunun cavabı müsbətdir. Sonra 7 üstü 20 çıxılsın 49 üstü 6. 7 üstü 20, 49'u 7'nin üstü 2 üstü 6 kimi yazaraq bu olur 7 üstü 20 çıxılsın 7 üstü 12. Bunun da cavabı müsbətdir. 4 üstü 8 çıxılsın 8 üstü 4. 4 üstü 8'i 2'ye getirdik. 2'nin kvadratının üstü 8 və 2'nin kubu üstü 4. 2 üstü 16 çıxılsın 2 üstü 12. Bunun da cavabı müsbətdir. 5 üstü 14 çıxılsın 125 üstü 5. 5 üstü 14 çıxılsın 125 5'in kubudur 10 üstü 5. 5 üstü 14 çıxılsın 5 üstü 15. Bunun cavabı mənfidir. Cavab E variantı. İkincidə deyir ki, A parametrin hansı qiymətində çox hədisinin standart şəkildə yazılışında x kubunun əmsalı 0 olar. Bunun üçün biz bilməliyik, birinci vurub açmalıyıq mütləq. 3 əlini 2 əlliyə vurub cavabı bilməliyik ki, x kubunun əmsalını tapaq. Standart şəklə gətirəndən sonra x kubunu həm x-a həm də mənfi a-ya vururuq. X kubunu x-a vuranda x üstü 4. X kubunu mənfi a-ya vuranda mənfi a x kubu. Mənfi 2x kvadratını x-a vuranda mənfi 2x-in kubu. Mənfi 2x kvadratını mənfi a-ya vuranda mənfi, mütləq birinci işarəyə yazın. Mənfi vuranda müsbət eləyir. 2ax kvadrat. 5x-i x-a vuranda müsbət 5x kvadrat. 5x-i müsbət 5x mənfi a-ya vuranda mənfi 5ax. Bizdə x kubu bir budur, bir də budur. Deməli, mənfi ax kubu çıxılsın 2x kubu. Bizə əsas lazımdır ki, bunun əmsalları 0 olsun. Onun əmsallarını yazıram qıraqda. Mənfi a çıx 2 bərabərdir 0. Mənfi a bərabərdir müsbət 2. A da bərabərdir mənfi 2. A mənfi 2 olanda x kubunun əmsalı 0 olacaq C variantı. Üçüncüdə deyir ki, birinci verilən çox hədlidir, ikinci verilən bir hədlidir. Çox hədli bilirik ki, uşaqlar qaydadan deyək, bir hədlidə nə olmaz? Bir hədlidə toplama və çıxma olmaz və məxrəcdə dəyişən olmaz və qüvvətdə mənfi olmaz. Qüvvətdə dəyişənin üzərində qüvvətində mənfi olanda o mənfi dəyişənin məxrəcə atır. Məsələn, a üstü mənfi 2 ola bilməz, çünki bu 1 bölünsün a kvadratı deməkdir. Ona görə bu ola bilməz. Məxrəcdə məsələn 3 a üstü 5 bölünsün b, məsələn belə ola bilməz. Məxrəcdə dəyişən ola bilməz. Sonra indi biz birinci çox hədlinin dərəcəsinə baxmalıyıq. Çünki hansı qiymətə çox hədlisinin standart şəkildə yazılışında. Burada da standart şəklə gətirək. Birinci b üstü 6 üstə gəl 3a üstü 5 çıx 2a üstü 4b kvadratı. Burada da mənfi b kvadratının kubu bizə mənfi b üstü 6 eləyir. Mənfi b üstü 6 ilə müsbət b üstü 6 gedəcək. Bizdə 2 dənə ifadə qaldı. 3a üstü 5, 2a üstü 4, b üstü 2. Çox həddə bilirik ki, dərəcələr, qüvvət necə tapılır? Hamısının ayrı-ayrılıqda dərəcəsi tapılır. Ən yüksək dərəcə hansısa onu götürürük. Burada 5-dir, məsələn, burada 2 ilə 4-ün cəmi 6-dır. Deməli, bu çox hədlinin dərəcəsi 6-dır, qüvvətdə 6-dır. Geçirik bir hədliyə. Bir hədlidə mənfi 4a kvadratının, deməli, mənfi 4a kvadratı, bunun kvadratı və bir də bunun kubu. Burada birinci mənfi 4a kvadratını kvadrata yüksəldirik. Bu olacaq müsbət 16 a üstü 4 və bir də bunun kubu. Bizə onsuz əmsal lazımdır. Bunda 16 kubu yazıram. A üstü 4-də 3'ə vururuq. O da eləyir 12. Bunun dərəcəsi, yəni qüvvəti oldu 12. Çox hədlidə isə 6. Onlar da toplasa hasilini soruşur. 6-nı da 12'yə vuranda cavab edəcək 72. Burada deyir ki, eləyim çox hədisini tapın ki, bu bərabərlik eyniliyə çevirilsin. Eynilik nədir? Bərabərlik deməkdir. Biz də burada baxın, buna azalan kimi baxsaq, buna çıxılan kimi baxsaq, buna da fərq kimi baxsaq. Biz məchul azalanı tapanda nə edirik? Fərqin üzərinə çıxılanı gəlirik. Deməli, m bərabərdir, yəni 4x kvadrat üstə gəl 10x y çıxılsın y kvadrat üstə gəl 3. Bu ifadəni bütöv mötərizə şəkli, mötərizənin qarşısında çıxıldığına görə bunu sağa keçirəndə hamısı üstə gəl, yəni işarə dəyişir mötərizəni. Da mötərizə açmıram, çünki
qarşıda mənfidir. Bu müsbət olacaq da bu tərəfə keçənləri mötərizəsiz yazıram. 8xy üstəgəl x kvadrat çıxılsın y kvadrat. Burada da baxaq indi sadələşdirək. 4x kvadrat üstəgəl x kvadrat verir bizə 5x kvadrat. 10xy, 8xy hər ikisi müsbət olduğuna görə topladıq 18xy. Mənfi y kvadrat, mənfi y kvadrat, mənfi 2 dənə y kvadrat üstəgəl 3. Bizə də burada nə deyirdi? Hamısı cavab A variantı. Deməli uşaqlar, 5-ci isə deyir, a kvadrat üstəgəl 2 bölü a bərabər t. Bunu ayrı-ayrı birinci kəsirdə yazaq. A kvadrat bölünsün a üstəgəl 2 bölünsün a bərabərdir t-yə. Burada a kvadratdan a gedəcək, qalacaq a üstəgəl 2 bölünsün a bərabərdir t-yə. Bu ifadəni aldıq. İndi keçirik davam. A üstəgəl 2-nin kvadratı üstəgəl 2 bölünsün a üstəgəl 2-nin kvadratı. İndi bunu kvadrata yüksəldirik hər ikisini. Birincinin kvadratı üstəgəl 4a üstəgəl 4 üstəgəl birincinin kvadratı 4 bölünsün a kvadrat üstəgəl bunların hasilinin 2 misli 8 bölü a üstəgəl 2'nin kvadratı o da elədir 4. İndi biz bunu elə yığmalıyıq ki, hər ikisində bax a üstəgəl 2 bölü a ifadəsi alınsın. Birini a kvadrat, birini 4 bölü a kvadrat, birində 4. Bunu 1 götürürəm. Buna baxın, burada a üstəgəl 2 bölü a-nın kvadratı kimi. Bax, bu şəkildə götürsəm, birincinin kvadratı bu verir. Baxın, rəngi dəyişim. Birincinin kvadratı a kvadrat. Bunların hasilinin 2 misli verəcək bizə 4 bunu və 2 a-nın kvadratı, 2 bölünsün a kvadratda 4 bölü a kvadrat verir bizə. Bir bu, bir də 4 a ilə 8 bölü a-da. Üstəgəl 4'ü çıxarım mötərizə xaricinə. Burada qalır a, burada da qalır 2 bölü a. Üstəgəl 4. İndi fikir verin, a üstəgəl 2 bölü a-nın kvadratı bizə t vermişdi axı. 2 bölü a-nı t vermişdi. Bu olacaq t-nin kvadratı üstəgəl 4-də üstəgəl 4. Bu da verir bizə t üstəgəl 2'nin kvadratını. T üstəgəl 2'nin kvadratı A variantı. 6'da bizə deyir ki, bax bunlar hamısı bu nisbətlər bunlara bərabərdir. Belə olanda həmişə bunlar tərəf-tərəfə vurun. Yəni çarpaz vurun. Bununla məxrəc 1-dir də. Yəni çarpaz vurun. Ümumiyyətcə nisbət 1-ə bərabərsə, deməli o ifadələr bərabərdir. Deməli n vurulsun n bərabər olur k-yə. Burada çarpaz vursam k vurulsun n 1-ə vuracam. O da 4m-ə bərabər. Burada çarpaz vursam m vurulsun k bərabərdir 5n-ə. İndi bunu tərəf-tərəfə vururam. M'in k, n və m k'ya vuranda burada 2 dənə m var, m kvadrat, 2 dənə n var, n kvadrat, 2 dənə k var, k kvadrat. 5'i 4'e vurdum 20, burada da m, n, k. Hər tərəfdən bir dənə m gedir, bir dənə n gedir və bir dənə k gedir. Qalır burada m, n, k bərabərdir 20'ye. Cavab D variantı. Bu şəkildə veriləndə həmişə yadda saxlayın. Kökdə olan ifadəni solda saxlayın. Mesela mənfi kökdə a bərabərdir 3 çıxılsın a. Hər tərəfi mənfiyə vursam kökdə a bərabər olacaq. Mənfi 3 üstəgəl a. Bunun yerini dəyişək. Kökdə a bərabərdir a çıxılsın 3. İndi hər tərəfi kvadrata yüksəldin. Kvadrata yüksəltdik. Bu oldu a. Kvadratdan kök getdi. Bu oldu a kvadrat çıxılsın 6a üstəgəl 9. A-nı sola keçirəndə alınır a kvadrat çıx 7a üstəgəl 9 bərabər 0. Bizə hansı ifadə lazımdır? A kvadrat çıx 7a. A kvadrat çıx 7a-nı burada saxlayıram. Cavabı da mənfi 9'a sağa keçirirəm. Cavab B variantı. Bu cür misallarda ifadənin ən kiçik qiymətini soruşursa, bu bilir ki, baxın görürsünüz, biri bunun kvadratı üstəgəl bu, üstəgəl 12. Gəlin a üstəgəl b-ni t-lə əvəz edək. Olacaq t kvadrat üstəgəl 6t üstəgəl 12. Bunun düstur olması üçün bu hissəni bilirik ki, a kvadrat düsturda a üstəgəl b-nin açılışı necədir? Kvadratı a kvadrat üstəgəl 2ab üstəgəl b kvadrat şəklində. Burada da elə bir ki, t kvadrat üstəgəl 6t, a kvadrat üstəgəl 2ab-ni ifadə edir, eynisidir. Onda birinci ədədimiz t'dir. Üstəgəl 6t-ni 2ab-ni, b-ni tapmaq üçün 2ab əgər 6t'yə bərabərdirsə, biz a-nı bilirik ki, a t'dir də, b bərabərdir 6t. B-ni tapmaq üçün 6t'ni 2t'yə böldüm, elədir 3. Deməli, bunu yazıram t üstəgəl 3'ün kvadratı şəklində. İndi üstəgəl, bunu açanda bizə nə verir? T kvadrat üstəgəl 6t üstəgəl 9. Bunun 9'un üstünə gəlsən bu 12'ni verir.
3 gəlsək. Deməli bu oldu. T üstə gəl 3-ün kvadratı üstə gəl 3. Kvadratik ifadənin ən kiçik qiyməti 0 olur həmişə. Yəni -3 üstə gəl 3 bizə 0 verəcək. Mənfi ola bilmir də heç vaxt. Ona görə ən kiçik qiyməti 0 olduğuna görə 0-ın da 3 gələcək. Bunu da cavab eləyəcək 3. Yəni həmişə bu şəklə gətirmək üçün o 2AB-nin yerindəki ifadə ki var, onu həm birinci ədədə bölün, birinci verilən ədədə bölün, məsələn t-yə bölün, dəyişənə bölün. Sonra bir dənə də 2-yə bölün, b-ni tapın. Həm birincini tapırsınız ki, t kvadratı bilirsiniz ki, t-nin kvadratıdır. Ortadakını t-yə bölün, bir də 2-yə bölün, bu b-ni tapmış olacaqsınız. Bizə deyir ki, a çox hədisini tapın. X kubu çıx 27'nin kubu, a kubu çıx b kubu. O dəqiqə birinci düsturu yazın açılışını. Olur a çıxılsın b birinci mötərsə, ikinci mötərsə a kvadrat üstə gəl a b üstə gəl b kvadrat. Bunu da x kubu çıx 3'ün kubudur. Bunu yazaraq x çıxılsın 3. Birincinin kvadratı üstə gəl bunların hasili üstə gəl ikincinin kvadratı. Deməli a çox hədisini x kvadrat üstə gəl 3 çıx 3x üstə gəl 9. O da toplaması ilə D variantı. Görürsünüz, həm toplaması verib, həm çıxılmasın ki, uşaqlar çox misallarda çaşırlar. Burada uşaqlar baxın, kx kubu çıxılsın 32 və bunun da ilk vuru x çıx 4. X çıx 4'dür. Deməli, burada da kub məsələsi var. Kub varsa, nəysə kubu. Biz bunu a kubu çıx b kubu şəklində yazmalıyıq. 32 də heç nəyin kubu deyil və burada da əmsal var. Deməli, mən burada nəysə mötərizə xaricində çıxarmalıyım ki, k-nın yerində elə bir ədəd olmalıdır ki, bunu da 64 eləsin. Yəni burada çünki x kubu çıx 4'ün kubu yaranmalıdır. Onda bunun 64 olması üçün bu 2'ye vurulmalıdır, düzdürmü? Onda gərək k da burada 2'də 1'e elə bir mötərizə xaricinə çıxarım ki, burada x kubu çıx 64 yaransın. Çünki 2'də 1'i mötərizənin içinə vuranda 2'də 1 x kubu belə alınır. Baxın, 2'də 1 x kubu, 2'də 1'i 64'e vuranda 32 gelir. Bax bu şəkildə. Deməli k 2'də 1'dir. K-nı burada qeyd edək ki, k 2'də 1'dir. İndi bunu açıram. 2'də 1 vurulsun, elə bir x kubu çıx 4'ün kubu. Vurulsun x çıx 4, digər mötərizə x-in kvadratı üstə gəl 4x üstə gəl 16. Deməli x çıx 4'ümüz var idi bizim hazır. Px-i tapmaq üçün burada qabaqda 2'də 1 də var və x kvadrat üstə gəl 4x üstə gəl 16. 2'də 1 də vurub açsaq, onda bu olacaq 2'də 1 x kvadrat üstə gəl 2'də 1'i 4x-ə vuranda 2x üstə gəl 2'də 1'i 16'ya vuranda 8. Deməli burada həmişə qüvvəti kiçik olan mötərizə xaricinə çıxarılır. Burada 2m-dir. Burada 2m-dir. Burada isə 2m çıxılsın 2'dir. Biz burada kiçik dərəcə bizim üçün burada x üstü 2m çıxılsın 2'dir. 2m çıxılsın 2. Bunu mötərizə xaricinə çıxarsaq, burada qalacaq 1, daha doğrusu 1, indi x üstü biz bilirik ki, mötərizə xaricinə çıxaranda nə edirik? Birincini də bölürük. Mötərizə xaricinə çıxardığımızda ikincini də bölürük. Birinci eyni ifadədə olduğu kimi yazdıq. İkincini böləndə x üstü 2m elə bil ki, x üstü 2m çıxılsın 2'ye bölürüksə, qüvvətləri çıxırıq. X üstü 2m çıxılsın, bu da ifadə olduğuna görə mötərizə yazırıq. Çıxılsın 2. Bu da olacaq x üstü 2m çıx 2m üstə gəl 2. Bu da 2m'lər gedəcək, qalacaq x üstü 2. Deməli olur burada çıxılsın x üstü 2. Bunu da açanda deməli x üstü 2m çıxılsın 2. A kvadrat çıx b kvadratıdır. 1 çıx x, 1 üstə gəl x. Cavab B variantı. Burada uşaqlar vuruqlara ayırmalıyıq. Vuruqlara ayıranda mütləq nəyə baxmalısınız? Baxın, bilirik, görürük ki, heç nəyin düsturunu vermir. Əgər 4 hədli olanda ya 2-2 qruplaşdırırıq. Oradan da ortaq vuruq çıxarırıq. Ya da ki, 3 dənəsi bizə bir düsturu verir. A kvadrat çıx b kvadrat kimi açırıq. Dördüncüsü nəysə kvadrat olur. Amma 3 hədli olanda bu necə vuruqlara ayırırıq? Biz ortadakını parçalamalıyıq. Ortadakı mənfi x, y. Onu da necə parçalayacaq? Ki 4 hədliyə gətirməliyik. Əmsallara baxıram. Baxın, bunun əmsalı 1'dir və axırıncının əmsalı da mənfi 1'dir. Diqqətlə baxın. Bunun əmsalı 1, bunun əmsalı mənfi 6. Biz elə m-in ədədi tapmalıyıq ki, hasili bizə mənfi 6 versin, 1'i mənfi 6'ya vuruq. Cəmi isə bu x, y-in əmsalını mənfi 1'i versin. Hansı ədədlərdir ki, hasil mənfi 6, cəmi mənfi 1?
mənfi 3 və müsbət 2. Onu da yazacağım x y-in əmsalını. Elbəki x kvadrat çıx mənfi 3 isə mənfi 3xy üstəgəl 2xy. Baxın bu şəkildə yazılmalıdır. Bu da 6y kvadrat. Deməli ortadakını parçalamaqdır məqsədimiz. O da bu şəkildə. Bu əmsallar mənfi 2 olacaq, amma dəyişənli ifadə xy ortadakı olacaq. İndi bunları 2 qruplaşdırırıq. X kvadrat çıx 3xy 1 üstəgəl 2xy çıxılsın 6y kvadratında 1. Burada x çıxarıq mötərizə xaricinə, qaldı burada x çıxılsın 3y. Burada 2y çıxardırıq, qalır x çıxılsın 3y. İkisində də görürsünüz yenə eyni ifadə var. Yenə x çıx 3y çıxarıq mötərizə xaricinə, birincidə x, ikincidə 2y. Deməli x çıxılsın 3y və 2y üstəgəl xy variantı. Deməli burada nə edirik? Burada düsturları, yuxarıdakı sürətlər bizə düstur verir. Deməli yuxarıda birinci a kubu çıx b kubu 24 çıx 44. 24'ün kvadratı üstəgəl 24 vur 44 üstəgəl 44'ün kvadrat üstəgəl 44'ün kvadratı. Məxrəcdə də 576 üstəgəl 24 vur 44 üstəgəl 44'ün kvadratı. Çıxılsın. İkincidə də 256 çıx 44 bir dəfə də 256 üstəgəl 44. Məxrəcdə də 300. İndi keçək birinci tərəfə. Birinci kəsirimizdə baxın. Bu 24'ün kvadratı ilə bizə 576 verir. 24 vur 44 eynidir. 44'ün kvadratı 44'ün kvadratı. Bunlar gedir. 24 çıx 44 bizə mənfi 20 verir. Keçdik bura. 256 çıx 44 bizə verəcək 2, 1, 212. 256 üstəgəl 44 isə 0, 0, 300 verir. Və bu mötərizə ilə bu getdi. Qaldı 212. Çıxılsın 212. Bu da ikisi də qarşısında baxın. Çox adam bunları səhv salır. Hər ikisinin qarşısında mənfi olduğuna görə bunlar toplanır. Qarşısına mənfi yazırıq. Mənfi 232. Burada uşaqlar ixtisar aparmalıyıq. Birinci yuxarıdakı açaq. Birinci 9 ilə 6 ixtisar gedir 3'ə. Burada 2 qalır, burada 3 qalır. X kvadratın bir dənəsi bu x ilə gedir. Qalır burada x. Qırmızı nə yazaq? Seçəcək. Növbətən qırmızına yazarım. Deməli məxrəci burada x üstəgəl 4'dür. Yuxarıda qaldı 3x. Vurulsun. Sağdakının məxrəci sürətində 16 4'ün kvadratı və x kvadrat açıq a üstəgəl b. 4 çıx x, 4 üstəgəl x şəklində yazdıq. Məxrəcdə burada heç nə qalmayıb. 1, yox, daha doğrusu 2 qalıb. Başlayın. İndi burada ixtisar aparırıq. 4 üstəgəl x ilə x üstəgəl 4 getdi. Məxrəcdə qaldı 2, sürətdə qaldı 3 x vurulsun, 4 çıxılsın x. Burada da bu şəkildə verməyib. Baxın. Burada hasildir də. Yəni bunu bu şəkildə tapa bilərik. 3x 2'yə böləndə 1,5x və 4 çıxılsın x. Cavab Y. Deməli, indi yuxarıdakı görürsünüz yenə 3 hədlidir. Aşağıdakı düsturdur. A kvadrat çıx B kvadrat. 25x kvadrat 5x'in kvadratıdır. Bu da 1'in kvadratı. Yazarıq 5x çıxılsın 1, 5x üstəgəl 1. İndi yuxarıdakı necə açacağım? Yenə ortadakına baxın. Hasil bizə deməli m ilə n-in hasili 25'i 2'yə vurdum 50 eləyir. M ilə n-in cəmi isə bizə mənfi 15 verir. Hansı ədədlərdə? Hasil müsbətdirsə, deməli bunlar ya hər ikisi müsbətdir ya da hər ikisi mənfidir. Seçdiyimiz əmənlər. Əgər cəmi də müsbətdirsə, hasil də müsbətdirsə, bunlar ikisi müsbət ədəddir. Cəmi mənfi, hasili müsbətdirsə, bunlar ikisi mənfi ədədlərdir. Deməli, biri mənfi 5, biri də mənfi 10. Bunu parçalayırıq. 25x kvadrat çıx 5x çıx 10x üstəgəl 2 bərabərdir. Yuxarını 2 qruplaşdırsaq, 25x kvadrat çıx 5x. Burada fikir verin. Qabağında mənfi var. Əgər mənfi çıxarıqsa qarşıya, qabaqda bu zaman belə olanda, bir də hər ikisi mənfi olanda diqqətli olun. Onda mənfini çıxaranda mənfi 2'ni çıxaram elə bir. Burada qalır 5x, burada çıxılsın 2 olacaq. Amma burada hər ikisi çıx olanda mötərizədə toplam olacaq. Buna diqqət edin mütləq. İndi burada da 5x'i çıxarsam, burada qalır 5x çıx 1, burada 5x çıx 1 qalır. Çünki 2'ni 2'yə bölün. Mənfi 2, 5x çıx 1.
ortaq vuruq kimi 5x çıx 1'i çıxartdım. Burada da qaldı 5x çıx 2. Məxrəcdə də 5x çıx 1 idi və 5x üstə gəl 1 idi. 5x çıx 1'lər getdi. Qaldı sürətdə 5x çıx 2. Məxrəcdə də 5x üstə gəl 1. 5x çıx 2. Hə, var cavab A variantı. Deməli uşaqlar, burada yuxarını qruplaşdırarıq. 2 2 bax, yuxarını bax, bu ikisini 1. Bu ikisini 1, bu ikisini 1. Burada x kvadratını çıxararam, qalar x çıxılsın 3. Burada mənfini çıxararam, yenə x çıxılsın 3. Məxrəcdə isə baxın. Əgər bu x çıx 1-dirsə, mən bunu 1 çıx x kimi yazmaq istəyirəmsə, qabağına mənfi atarım. Yadda saxlayın bunu. Qüvvəti təkdirsə, amma qüvvəti cüt olanda x çıx 1'in kvadratı, 1 çıx x-in kvadratı bizə eyni şey verir. Yəni bunlar bir-birinə bərabər ifadələrdir. İndi nə edərik? Aşağıdakını x çıx 1'i olduğu kimi yazdım. Üstə 7. Bunun qabağına mənfi atıb yenə x çıx 1 üstə 7 yazdım. Üstə gəl 4 çıxılsın, x çıxılsın 1'in kvadratı. Burada bunlar islah olunur. Getdi. Sürətdə x çıx 3 mötərizə xaricdən çıxarıram. Qalır burada x kvadrat çıxılsın 1. Aşağıda da 4 çıxılsın, x çıx 1'in kvadratı qalıb. 4'ü yazaram 2'nin kvadratı kimi. Bir dəfə 2 çıxılsın x çıx 1. Diqqət edin, görürsünüz, mötərizə yazdım. Çünki qarşısında mənfi var, ifadədir. Artıq 2 ədlidirsə mütləq o mötərizə yazmalıdır. Nə zaman? Qarşısında mənfi olanda. 2 üstə gəl, bir də x çıxılsın 1. Görürsünüz, çıxılmasında yazdım, mötərizə. Toplanmasında yazmadım. Çünki toplamada mötərizə açılımda yəni eyni şey verir. Deməli, burada olacaq x çıx 3. Bir də x kvadrat çıx 1'i də açıram. X çıx 1, x üstə gəl 1. Məxrəcdə də bu olacaq 2 çıx x üstə gəl 1. Bu da olacaq 3, 2 ilə 1 topladım, çıx x. Burada da 2 ilə 2 çıx 1 verir, x üstə gəl 1. X üstə gəl 1-dən x üstə gəl 1 gedəcək. Burada yenə görürsünüz, eyni ifadə alındı. Burada x çıx 3'dür, burada 3 çıxılsın x-də. Mənfini atsaq qabağa, mənfini atsaq. Buna da 3 çıxılsın x yaza bilərik. Bununla da bu gedəcək, qaldı mənfi x çıxılsın 1. Onda mənfini təsirləyib açsaq, mənfi x üstə gəl 1. Burada da yerini dəyişə bilərik, 1 çıxılsın x. Bax, hər cür cavab verə bilər uşaqlar. Birdən sadəcə diqqətli olmaq lazımdır. Cavab C. Burada nə edərik? Birinci, gəl mötərizəni açaq. Ortaq məxrəcə gətirək. Ortaq məxrəc BC-dir, yəni C vurulsun B. BC-ni C'yə bölündə bura B düşür, BC-ni B-yə bölündə bura C düşür. Sürətdə oldu B kvadrat, çıxılsın C kvadrat. Bu da yerini dəyişirik. Bölmədirsə, bölməni vurmaya çeviririk. İkinci kəsir dəyişilir. Sürət məxrəcə, məxrəc sürətə. Burada BC-lər getdi. BC-lər getdi. Qaldı burada 2, burada qaldı 1. Bunda yazarıq necə? B çıxılsın C, B üstə gəl C. Burada da B çıx C-lər getdi. Məxrəcdə 1 qaldı, sürətdə B üstə gəl C. Deməli 2 vurulsun, B üstə gəl C. Cavab B. Burada açsaq bunları 100A, 10A, 1A. Elədi 111A. 100B, 10B, 1B, 111B. Məxrəcdə 10A, 1A, 11A, 10B, 1B, 11B. 111'i çıxartdıq mötərizə xaricinə, qaldı burada A üstə gəl B. 11'i çıxartdıq mötərizə xaricinə, A üstə gəl B. A üstə gəl B'lər getdi. 111 bölünsün 11. 111'in için 11 neçə dəfə var? 11'i 10'a vursam 111 eləyər də. Deməli 10 tam 11'də 110, 111'dən də 110 çıxanda 1 qalır. 10 tam 11'də 1. B variantı. Burada nə edəcək? Baxın, bu şəkildə veriləndə məxrəc bölü birini digərindən ifadə edirik. 1 A çıx B vuranda A çıx B bərabərdir. 4'ü B vururuq 4B. Buradan A bərabərdir. 4B üstə gəl B elədi 5B. Harda A gördük? Yerinə 5B qoyacaq. Deməli A kvadratın yerinə 5B'nin kvadratı yazırıq. Çıxılsın B kvadrat bölünsün B kvadrat. 5B'nin kvadratı eləyəcək 25B kvadrat. Çıxılsın B kvadrat bölünsün B kvadrat. Bu da eləyir 24B kvadrat bölünsün B kvadrat. B kvadratlar gedəcək. B kvadratlar gedəcək, qalacaq 24 D variantı. Deməli burada birinci kəsri ortaq məxrəcə gətirək. Deməli x çıx 2'dir. Bunun məxrəci 1'dir, bunun da məxrəci 1'dir. Bunu da x çıx 2'yə vurub, bunu da x çıx 2'yə vurub sürətə gətirəcəyik.
qaldıracaq bunun surətinə. Deməli, birincidə 5-dir. Mənfi x vuranda mənfi x kvadrat, mənfi x mənfi 2 vuranda müsbət 2x. Mənfi 2-ni x vuranda mənfi 2x, mənfi 2-ni mənfi 2 vuranda müsbət 4 elədir. Burada da vurulsun. Aşağıda x üstəgəl 3-ün kvadratıdır. Yuxarıda da 2 çıxılsın x. Baxın, 2 çıxılsın x-dır. Bu isə x çıxılsın 2-dir. Mənfi atıram qabağa, yazıram elə x çıxılsın 2. Bərabərdir. Burada x çıx 2-dən x çıx 2 getdi. Burada da 1 qaldı. Burada mənfi 1 qaldı. Diqqətli olaq. İndi burada yuxarıda sadələşdirək. 2x-dan mənfi 2x getdi. Burada qaldı mənfi x kvadrat üstəgəl 9. Bunu da qabağına mənfi atsaq, deməli bu məxrəcdə 1 qaldı, ardıcıl gedim. Mənfi 1 bölünsün x üstəgəl 3-ün kvadratı. Mənfi 1-i gəlin bura vuraq, bu birinci sürətə vuraq. Olacaq x kvadrat çıx 9. Burada məxrəcdə də 1x üstəgəl 3-ün kvadratına vuranda x üstəgəl 3-ün kvadratı. Yuxarıdakini atsaq, x çıxılsın 3, x üstəgəl 3. Aşağıdakı da x üstəgəl 3-ün kvadratı. X üstəgəl 3-dən x üstəgəl 3-ün kvadratından bir dənəsi gedir. Sürətdə qalır x çıxılsın 3, məxrəcdə qalır x üstəgəl 3. Burada uşaqlar, birinci mötərizənin içində açmalıyıq düstur. A çıxılsın B kubu kimi. Düsturu yazıram burada. A çıx B'nin kubunun düsturu. Birincisi A'nın kubu çıxılsın 3A kvadrat B. Üstəgəl 3AB kvadrat çıxılsın B kubu. Bunu çərçivəyə alıram, bu düsturumuzdur. Qarşısına mənfi olduğuna görə mötərizə açacağım. Birincinin kvadratı y kubu çıxılsın 3 vurulsun birincinin kvadratı vurulsun ikinci. Üstəgəl 3 vurulsun ikincinin kvadratı vurulsun birinci. Çıxılsın ikincinin kubu. Bu şəkildə həmişə aç. 1 çıxılsın y kubu. İşarələri dəyişirəm. Mənfi mənfiyə dəyər üstəgəl 3-ün kvadratı vurulsun 2, 6y kvadrat. Mənfi müsbətə dəyər mənfi 3-ü vuram 2-nin kvadratı 4-ə, yəni 12y. Mənfi mənfiyə dəyər üstəgəl 8. İndi bunu sadələşdirsək bizdən nə soruşurdu? Bunu da elə vuruqlar ayırmalı. Deməli bizdə oldu mənfi y kubu. 1 ilə 8 toplasam elə 9 çıx y kubu. Üstəgəl 6y kvadrat çıxılsın 12y. İndi bunları qruplaşdırsaq, gəlin belə qruplaşdıraq. Belə uzun gedəcək. Gəlin bunu belə yazaq. Bu şəkildə də qruplaşdıra bilərik. Yəni olacaq, amma daha rahatı deyim ki, buna 1-in kubu, A kubu çıx B kubu kimi açaq. Sadəcə B kubunun yerində y çıx 2-in kubudur da. Bir də bunu təzdən yazım. Bir dəqiqə. Yəni 1-in kubu çıxılsın y çıxılsın 2-nin kubu şəklində. Buna yazaram elə bil A kubu çıx B kubu kimi də. Birincidə olacaq A çıx B, ikincidə A-nın kvadratı üstəgəl AB, üstəgəl B kvadrat. Birincisi deməli olacaq A çıx B. Yəni 1 çıxılsın birinci mötərizədə. Çıxılsın mötərizə yazacağım. Çünki ifadədir, iki ədlidir artıq. Sonra birincinin kvadratı. Üstəgəl bunların hasili 1 vurulsun y çıxılsın 2 və üstəgəl ikincinin kvadratı. İndi açırıq. Bu olacaq 1 çıxılsın y üstəgəl 2. Bu olacaq 1 üstəgəl 1-i vurdub açdım y çıx 2 elədi. Üstəgəl y-in kvadratı çıxılsın 4y üstəgəl 4. Aha, indi sadələşdirək. Bu 1 ilə 2 ikisi də müsbətdir. Topladım elədi 3 çıxılsın y. İkinci mötərizədə y kvadratını verək qabağa. Deməli, müsbət y, mənfi 4y bizə verəcək mənfi 3y və müsbət 1, müsbət 4, müsbət 5 verəcək. Y kvadrat çıx 3y üstəgəl 5. Haradasa səhv etmədim. Bircə dəqiqə. Mənfi 2 də var burada. Müsbət 1, mənfi 2, müsbət 4. Onda bu olacaq 5 çıx 2, 3. Üstəgəl 3. Y kvadrat çıx 3y üstəgəl 3, 3 çıx y. B variantı. Deməli, burada necə? Deyir ki, hər hansı bir həllini yazıda iki həllinin kvadratı alınır. Yəni, bizə lazımdır ki, A çıx B-nin kvadratı alınsın. Yəni, A kvadrat çıx 2AB üstəgəl B kvadrat. Və yaxud da misal yazma ən kiçik qiymətin tapılmasında. Baxın, bu nəyin kvadratıdır? 3A-nın kvadratıdır. Və bu 2AB yerindədir. Düzdürmü? Və biz bunu tapmalıyıqsa, onda bayaq nə dedim? Dedim 3AB-ni həm birinci həddə, yəni 3A-ya bölün, həm də 2-yə bölün. Yəni, burada 3AB-lər gedəcək, qalacaq 2-də 1. Deməli, B bərabər olacaq. 3A, B bölünsün 2 qalır da, yəni. Buradan da
Deməli 3AB bərabər olur elə bil 2AB 2AB-nin yerindədir də. Yəni ki, aydın oldu. Deyim ki, 3AB-ni 3AB-ni həm 3A-ya, həm də 2-yə bölmək. O da eləyir 2-də 1, yəni 0,5-in kvadratı. 0, daha doğrusu B də var da, burada B bölü 2 qalır. Yəni 2-də 1 B. 0,5 B. B-nin kvadratı şəklində. Gəlib istəyirsiniz, lap yoxlayaq. Bu olacaq 9A kvadrat, çıxılsın 3A vurulsun, 0,5 vurulsun, B o da vurulsun 2. Verəcək bizə 3AB, 0,5-i 2-yə vurulun, çünki 1 edir. Üstə gəl, 0,5 B-nin də kvadratı bizə verəcək 0,125 B kvadrat. Biz onsuz bunu açmalıydıq, çünki bizə açılmış formada verir. Müsbət 0,125 B kvadrat. C variantı. Deməli, inşallah, burada A kvadrat üstə gəl B kvadratı verib, bizə bu ifadəni soruşur. Onda nə edirik? Biz A kvadrat üstə gəl B kvadratın bir düsturu var. Bilirik ki, toplama ilə ifadə eləyəndə A üstə gəl B-nin kvadratı çıx 2AB olur. Çıxmasından ifadə eləyəndə A üstə gəl A çıx B-nin kvadratı üstə gəl 2AB olur. İndi toplama ilə ifadə eləyəndə A üstə gəl B kvadratı çıx 2AB bərabərdir 6AB yazır. Ki, bu ifadənin yerinə A kvadrat üstə gəl B kvadratın yerinə bu yazdığında sol tərəf A üstə gəl B kvadrat çıx 2AB. Onu açanda, birinci düsturu açanda 2AB-lər gedəcək, qalacaq A kvadrat üstə gəl B kvadrat. İndi A üstə gəl B-nin kvadratı bərabərdir 6AB üstə gəl 2AB bizə verdi 8AB. Bunu tapdıq. Onda A üstə gəl B-nin özü nəyə bərabər olacaq? Hər tərəfi kökə salsam, kök altında 8AB. İndi ikincini işləyəndə A çıx B-nin kvadratı üstə gəl 2AB ilə yazsaq bərabər 6AB. Burada deməli A çıxılsın B-nin kvadratı bərabər olacaq 6AB çıxılsın 2AB, o da eləyəcək 4AB. Bunu da kökə salsaq A çıx B bərabər olacaq 2A kökdə yazım. Sonra bunu kökdə yazacağım deyə. Bərabərdir buna. İndi sürətdəkini yazacağım kök altında 8AB, məxrəcdəkini kök altında 4AB. Biz də bilirik ki, bunu eyni kökdə, köklərin dərəcələri eyni olduğuna görə bir kökdə yaza bilərəm. 8AB bölünsün 4AB. AB-lər gedəcək, 8-də 4-ə bölündə 2, kökdə 2. Cavab B variantı. İfadənin ən kiçik qiymətini tapın deyəndə, baxın, kvadrat təlnik formasındadır. AX kvadrat üstə gəl BX üstə gəl C. Uşaqlar, bu şəkildə verilirsə, biz bunun ən kiçik, deməli, x kvadratın əmsalı, yəni A müsbət olanda n ən kiçik qiymət olur, A mənfi olanda n ən böyük qiymət olur. Ən kiçik qiymətin tapılması mənfi diskriminant bölünsün 4A düsturudur. Yəqin ki, çoxumuz bilirik, əksəriyyətimiz. Mənfi D də diskriminantın düsturu nə idi? B kvadrat çıx 4AC-dir. Qabağında mənfi olduğuna görə, böl 4A, mənfi B kvadrat olur, üstə gəl 4AC, bölünsün 4A. Bunda da yerini dəyişirik. 4AC çıxılsın B kvadrat bölünsün 4A. Yəni, əsas düsturumuz bax, hazırı budur. Yəni, bunu sadəcə açılışını vermişsə, yəni, hazır budur, yadda saxlayın. Ya bu şəkildə işləyəcəksiniz, ya da müxtəsərlə işləyəcəksiniz. Bu şəkildə işləyəndə A-sı neçədir? X kvadratın əmsalı 1-dir. B-si mənfi 6-dır, C-si də müsbət 34-dür. N bərabər olur 4AC, 4 vurulsun A-sı 1, C-si də 34, çıxılsın B kvadratı, yəni mənfi 6-nın kvadratı, bölünsün 4A, 4 vurulsun 1. Yuxarıda eləcək 4-ü 34-ə vuranda 16, 1 yadda 12, 136, çıxılsın mənfi 6-nın kvadratı müsbət 36 eləyir, bölünsün 4. Burada da 100 bölünsün 4, o da eləyəcək 25. Buradan aldıq. İndi bir də bu düstur sizin yadınızdan çıxıbsa, istəyirsiniz, çox uşaq, nə bilim, müxtəsər ona çətin gəlir, düsturdan işləyir. Elə uşaq var ki, müxtəsər rahatdır, düstur yanında saxlaya bilir. Yəni, baxın, sizə hansı rahat. X kvadrat çıx 6x verir ki, A kvadrat çıx 2AB üstə gəl B kvadratında A kvadrat çıx 2AB-ni verir. 34 seç nəyə kvadratı deyil. Onda mən bunu dediyim kimi, birinci ədədimiz x-dir. 6x-i x-a böldüm 6, 6-nı da 2-yə böldüm 3. Deməli, x çıxılsın 3-ün kvadratı olacaq. Onda bunu açsam, x kvadrat çıx 6x üstə gəl 9 eləyir. Mən burada indi 9, 34 almaq üçün 9-un üzərinə nə gəlməliyim? Yəni, burada belə də eləyə bilərsiniz. Üstə gəl 9, çıx 9, üstə gəl 34 kimi yaza bilərsiniz. Onda olacaq x çıxılsın 3-ün kvadratı, üstə gəl 25. Bu ifadənin ən kiçik qiyməti bilirik ki, kvadratik ifadənin ən kiçik qiyməti 0 olur. 0-ın üstü 25, cavab elədi 25. Burada nə inəyək inşallah? Burada, baxın, bizə A kvadrat üstə B kvadratını verir. Biz burada A üstü 6 üstə 3 A kvadrat B kvadrat üstə B kvadratını tapmalıyıq.
A üstü 6, B üstü 6'ını tapmaq üçün bunu kuba yüksəldərik. A kubu üstə A üstə gəl B'nin kubu. Yəni birincinin kubu 3 vurulsun birincinin kvadratı ikinci, 3 vurulsun ikincinin kvadratı birinci, üstə gəl ikincinin kubu. İndi nə edirik? A kvadratının kubu bizə A üstü 6'ını verir. Üstə gəl 3 vurulsun A'nın kvadratının kvadratı. Baxın, ha, diqqətli olun. Vurulsun B kvadrat. Üstə gəl 3 vurulsun B'nin kvadratının kvadratı vurulsun A'nın özü. Üstə gəl B kvadratının kubu bərabərdir 1'in kubuna. Bu bize verdi A üstü 6. Üstə gəl 3 A üstü 4 B kvadrat. Üstə gəl 3 B üstü 4 A kvadrat. Üstə gəl B üstü 6 bərabərdir 1. Bunların ikisini də qruplaşdırsaq, deməli A üstü 6 üstə gəl B üstü 6'ını verdim qabağa. Üstə gəl 3 A üstü 2 B üstü 2'ni çıxartdım mötərizə xaricinə. Burada qaldı A üstü 2 üstə gəl B üstü 2. Bunun da cavabını bilirik. Bu elədir 1. Gətirib qoysam yerinə. Bunu bərabərdir 1 idi axı. Onda A üstü 6 üstə gəl B üstü 6 üstə gəl 3 A kvadrat B kvadrat. Bu da bərabər oldu 1'e. Bizdən elə bunun cavabını soruşurdu 1. B variantı. Yekunlaşdı uşaqlar. İnşallah ümid edirəm ki başa düşdünüz.